Gəlmişkən onu qeyd edək ki, elə yeni metro stansiyalarda artıq istifadəyə verilir və bununla bağlı elə canlı bağlantımız olacaq. Bəli, canlı bağlantımız olacaq. Belə ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov telefon xəttindədir. Bəxtiyar müəllim, sabahınız xeyirli olsun. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Sizi izləyən, mənim sevimli efirimi izləyən hər bir kəsin sabahı xeyir olsun. Təşəkkürümüzü bildiririk və elə istərdik ki, yeni metro stansiyalarının açılması ilə bağlı məlumatları sizdən eşidək, Bəxtiyar müəllim. Təşəkkür edirəm. Mən də bütün mühəndisləri, o cümlədən zəhmətkeş metro mühəndislərini təbrik edərək qarşıdakı dövrün ən sevinçli xəbərini vermək istəyirəm. 10 stansiya qarşıdakı dövrdə inşa olunacaq 30-cu ilə qədər. 2030-cu ilə qədər inşa olunacaq bu stansiyalardan 6-sı Bənövşəyə xətt üzərində olacaq, yəni 8 noyabrdan sonra. 4-ü isə Xətai stansiyasından sonra yaşıl xətt üzərində olacaq. Bu il artıq o stansiyalardan biri istifadəyə veriləcək. Heydər Əliyev adlı İdman konsert kompleksinin arxasında və yaxud da bir sayılı şəhər kliniki xəstəxanası, Semaşka kimi tanıdığımız xəstəxananın arxasında yerləşən bir stansiya olacaq. Bənövşə xətti üzrə ondan sonraki növbəti stansiyalar Nizami metrosunun yaxınlığında Nizami Mol kimi tanınan ərazidə Azərbaycan Dram Teatrının arxa hissəsində orada parkların salınması gedir və o layihənin tərkib hissəsində olacaq. Ondan sonraki stansiya sahil bağında, sahil stansiyasına bir keçid funksiyası daşıyacaq. Növbəti stansiyada keçmiş Bakı Vaqon Təmiri Zavodu var idi. Hal-hazırda orada da bir yaşıllıq ərazisi olması nəzərdə tutulub və həmin ərazidə bir stansiya olacaq. Xətai stansiyasının düz yaxınlığında bir stansiya keçid funksiyası daşıyacaq yaşıl xəttdə və nəhayət Ağşəhər layihəsi çərçivəsində Babək prospektinin şəhər istiqamətindən girişində bir stansiyamız olacaq. Yaşıl xətt üzrə Xətai stansiyasından sonra Nizami Gəncəyə Parkının yaxınlığında Ağşəhərin hal-hazırda ən inkişaf etmiş hissəsində bir stansiya olacaq. NZS adlanan qəsəbəyə, yaşayış masivinə 8 noyabr prospektindən dönən hissədə, düz dönən kimi hasarlanmış bir yer var. Orada bir metro stansiyası olacaq. Keçmiş Bakı avtomobil zavodu var idi. Pingvin zavodları, avtobus zavodu kimi də tanınırdı. Bax, həmin ərazidə Nargilə kimi məşhur, Nargilə kafesi kimi məşhur ərazinin yaxınlığında bir stansiya olacaq və nəhayət Həzli Aslanov 2 şəhərdə adı ilə tanınan Həzli Aslanov stansiyasına keçid funksiyası daşıyacaq. Bir stansiyamız düz həmin stansiyanın yaxınlığında və artıq inşaat işləri bir neçə ildir ki, başlanır orada. Təşəkkürlər Bəxtiyar müəllim. Minnətdarıq. Ətraflı məlumata görə sizə öz təşəkkürümüzü bildiririk.